Əslində baxanda samovarı yandırmağın özünün də bir səriştəsi var. Mən burada samovarı alışdırmaq üçün xüsusi filtrə hazırlamışam. Onları nefləmişəm. Samovarı ilk alışdıranda onu yandırıb samovara salıb, sonra üstünə qamqalaq və kömür əlavə eləyirəm. Balam lay lay, balam lay 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 lay, körpə balam lay lay. Samovarımız qaynadı, buxar çıxsın deyə o dəmir şişini asırıq. Dəmləmək lazımdır. Qara çay və kəhliyi ot atmışam. Dəmkeşin qoyub sonra çayniki o dəmkeşin üstünə qoyuruq. Hörmətli qonaqlar, dəyərli həmkarlar, əziz valideynlər, sevimli şagirdlər. Biz bugün bura yalnız tədbir üçün toplaşmamışıq. Bizim bugünkü toplaşmamızın bir məramı, bir ideya ətrafında birləşmişik. Ailədən məktəbə uzanan dəyərlər körpüsünü birlikdə keçmək üçün. Ailə bu sadə görünən, amma dərin mənalar daşıyan söz əslində həyatın özüdür. Biz ilk dəfə ailədə sevginin nə olduğunu öyrənirik. Ailədə biz öyrənirik hörmət etməyi, böyüyə yol verməyi, özündən kiçiyə dəstək olmağı, duanı unutmamağı, çörəyə bərəkət deməyi ilk dəfə ailədə öyrənirik. Biz müəllimlər bu dəyərlər formalaşan uşaqları məktəbdə qarşılayırıq. Məktəb də öz növbəsində bu dəyərləri daha da möhkəmləndirir. Təqdim edirəm sizə, təşəkkür edirik sizə. Çox sağ olun. Bugün bizim ailə üçün ən böyük dəyərdir. Qonaqlıq mədəniyyəti xalqımızın ən qədim ənənələrindən biridir. Valideyn evinə qonaq getmək sadəcə bir ziyarət deyil, sevgi, qayğı nümayişidir. Əgər biz bu uşaqlara bu mədəniyyəti düzgün aşılasaq, onlar gələcəkdə ailə içində qayğıya, hörmətə önəm verəcəkdir. Qonaq getdiyimiz evin bir çayı, bir söhbəti uşaqlarımızın gələcək yaddaşında iz buraxacaqdır. Uşaqlar üçün nənə-babalarla vaxt keçirmək təkcə əyləncə deyil, həm də mənəvi zənginlikdir. Onların nağılları, keçmişə dair xatirələri uşaqların xəyal dünyasını, düşüncə tərzini formalaşdırır. Bugün biz həmin dəyərlərin önəmini qeyd edərək bütün ailələrdə yaşlı nəslin yerini yenidən tanıtmalı və onlara olan hörmətimizi ifadə etməliyik. Ənənələrimiz bizim kimliyimizdir. Nənələrimizin bişirdiyi plovun ətrində, babalarımızın söylədiyi atalar sözlərində, bayram ərəfəsi bütün ailənin bir süfrə başında toplaşmağıdır ailə dəyərlərimiz. Əgər bugün biz
bir ailəyə qonaq gedirik deyiriksə, bu sadəcə fiziki getmək deyil. Bu həm də keçmişimizə, köklərimizə qayıtmaq deməkdir. Ailə dediyimiz 4 hərfdən ibarət olan bu məfhum A. Abır, İ. İsmət, L. Ləyaqət, Ə. Ədalət və bu gün biz elə bir ailəyə gəlmişik ki, sadaladığım fikirlərin hamısı bu ailədə cəmləşmişdir. Ailədə formalaşan hörmət, sevgi və birliyə əsaslanan münasibətlər bizi daha güclü bir cəmiyyətin üzvünə çevirir. Aç çarmıxa çək ürəyi. İnsanlar var tək ürəyi, dünyanın özü boydadır. Bugün burada çox maraqlı bir mövzu ətrafında toplaşmışıq. Ailədən məktəbə, keçmişdən gələcəyə dəyərləri daşıyırıq. Bu mövzu təkcə bizim məktəbimizin, sinifimizin deyil, bütün cəmiyyətimizin gələcəyini formalaşdıracaq bir əsasdır. Valideyn evi hər birimizin həyatında xüsusi rolu vardır. Biz burada sevgi, qayğı, anlayış ilə böyüyürük. Ailəmizdən aldığımız bu dəyərlər həyatımızın əsas hissəsini təşkil edir və hər birimizə həm kimlik, həm də güc verir. Ancaq məktəb həyatımızda elə bir mərhələdir ki, bu ailə sevgisini nəinki özümüzə, hətta ətrafdakılara ötürürük. Məktəb yalnız bilik yeri deyil, həm də tərbiyə məktəbidir. Biz burada əxlaqı, həmrəyliyi, hörməti öyrənirik və gələcək nəsillərə daşıyırıq. Ailədən məktəbə, keçmişdən gələcəyə doğru layihə çərçivəsində biz həm keçmişə baxır, həm də gələcəyə doğru addımlayırıq. Dəyərlər insanın mənəvi dayaq nöqtəsidir. Ailə bu dəyərlərin ilk məktəbidir. Məktəb isə bu dəyərlərin təlim və tərbiyə yeridir. Biz müəllimlər siniflərdə şagirdlərə təkcə riyaziyyatı, tariximizi, ədəbiyyatı deyil, eyni zamanda böyüyə hörmət, vətənə sevgi və əməksevərlik kimi duyğuları aşılayırıq.